EREM-MİQ testindən bağlayıcı bölməsinə 7-ci sualın izahı. Sual işarəsi yerinə yazıla bilər. Tərkibində bölüşdürmə bağlayıcısı var. Cümlə quruluşca sadədir. Deməli, biz hansı ki o variant tapmalıyıq ki, orada həm bölüşdürmə bağlayıcısı olsun, həm də cümləmiz quruluşca sadə olsun. A variantı: sən və ya mən işimizin öhdəsindən gəlsək, maaşımız artırıla bilər. Nə edə bilər? Artıla bilər. Nə maaşımız, nə edəcək? Öhdəsindən gəlsək, kimsən, kimmən. Bu mürəkkəb cümlə oldu. Bizdən isə deyir ki, sadə cümlə olsun. Quruluşca sadə cümlə olsun. Bu mürəkkəb cümlədir. Həm şəhərdə qalırdım, həm də kəndlə əlaqəmi kəsmirdim. Burada həm iştirak bağlayıcısıdır. Bizdən həm bölüşdürmə bağlayıcısını istəyir. Bu baxımdan B variantına çıxdıq. Ya bostanda mənim də payım olacaqdı, ya da əkinə icazə verməyəcəkdim. Deməli, ya burada bölüşmə bağlayıcısıdır, amma cümləmiz mürəkkəbdir. Nə edəcək ki? Olacaqdı, nə mənim payım verməyəcəkdim. Kim mən? Mən icazəni vermirəm. Bu oldu mürəkkəb cümlə. Bizdən isə sadə cümləni istəyir. Bu sadə cümlə deyil. Qoca gah ovladığı quşlara baxır, gah da yeni aldığı tüfəngi göz gəzdirirdi. Hər iki işi edən qocadır. Bir mübtədamız var. Cümləmiz sadə cümlədir və bölüşdürmə bağlayıcısından istifadə olunur gah-gahda. Cavabımız D variantı olmalıdır. E variantına da baxaq. Gah göyərçinlər evin damından həyətə uçub düşür, gah da dovşanlar ora-bura qaçışırdılar. Burada da gah var, amma bu sadə yox, mürəkkəb cümlədir. Qaçışırdılar dovşanlar, uçurdu, uçub düşürdü göyərçinlər. Yəni bu mürəkkəb cümlə olduğu üçün biz bu variantı götürmüş. Cavabımız oldu 7-ci sualda B variantı. Daha doğrusu D variantı.